Hər kəsə salamlar. Hər həftəki kimi Sualım var rubrikasında yeni məktubla davam edirik. Təşəkkür edirəm məktublarınız üçün. Sizin də əgər sualınız varsa, mənə aşağıda buraxdığım adreslə ünvanlaya bilərsiniz. Gəlin başlayaq. Salam Aygün xanım. Məni narahat edən bir məsələni sizlə bölüşmək istəyirəm və fikriniz mənim üçün çox önəmlidir. Mən 17 yaşında bir sevgi yaşamışam, alınmayıb. Çox pis depressiya yaşamışam ondan sonra. İndi 20 yaşım var. Hər şey yaxşıdır. Keçmişi demək olar ki, xatırlamıram. O insanı da həmçinin. Yeni insanlarla tanış olmaq istəyirəm. Həvəsim var və oluram. Və bir həftə sonra bütün həvəsim, marağım itir. Danışmaq istəmirəm. Güvənmirəm, mənasız gəlir. Gələcək görmürəm. Sanki içimdə bir səs deyir ki, onsuz da sonu yoxdur. Nəsə bir problem çıxacaq. Sevib sevilmək istəyirəm. Qarşı cinsi bəyənirəm, xoşlanıram, amma sevə bilmirəm, dəyər verə bilmirəm. Neçə dəfə cəhd etmişəm, hətta bir münasibət də oldu 8 ay. Onu da davam etdirə bilmədim. Daimi dalaşırdıq, güvənmirdim, sanki öyrəşə bilmirdim ona. Sevməyi bacarmıram. Sanki o insandan sonra qeyd edim ki, o insan həyatda yoxdur hal-hazırda, intihar edib. Və məndə psixoloji təsir yaratmışdı. Gec gəldim özümə. Cavablandırın, zəhmət olmasa. Birinci oradan başlayım ki, üzgünəm ki, belə ağır təcrübə yaşamısınız. Özəlliklə də 17 yaşında. Bilmirəm zamanında psixoloji dəstək almısınız ya yox, amma indi də gec deyil. Çünki çox vaxt zamanla acı yatışır, amma heç bir yerə getmir. Sanki transformasiya biraz edir. Əgər işlənməyibsə, özlüyündə necəsə transformasiya edir və o transformasiya insanda fobiyalar belə yarada bilir ki, hansı ki, məncə sizin bu məktubunuzda özünü əks etdirib. Sizə suallarım çoxdur, çünki məsəl üçün mənə naməlum qalan çox vaxtlar qaldı. Məsələn, deyirsiniz ki, 17 yaşında sevgi yaşamışam, alınmayıb. Alınmayıb nə deməkdir? Sizinmi tərəfindən nəsə baş verib, hiss edə bilməmisiniz? Oğlan mı sizi istəməyib? Oğlan neçə yaşı olub? Alınmayıb çünki oğlan dünyasını dəyişib. Yəni orada o faktlar var, hansı ki, analiz üçün çox önəmlidir. Ona görə mən artıq burdan nə görürəmsə, ona yaslanaraq bir şeylər deməyə çalışacağam. Sizin bir həftədən sonra soyumağınız, onsuz da yəni sonu yoxdur, nəsə bir problem çıxacaq, dəyərsizləşdirmə prosesidir. Sanki psixika münasibətə girməkdən qorxur. Çünki ola bilər ki, indi ola bilər ki, yox da, yəni o travmatik təcrübəni yaşamısınız. Konkret olaraq orada nə yaşamısınız bilmirəm deyə, ona görə ola bilər sözünü işlətdim. O təcrübədən sonra sizin psixikanız münasibətləri dəyərsizləşdirir ki, siz ora girməyəsiniz, daxil olmayasınız. Yəni əgər mən onsuz da sonu yoxdursa niyə başlayım? Əsas orada bilirsiniz hansı prosesdir? Yəni deyirsiniz ki, 8 aylıq bir münasibətiniz də olub. Yəni yetərincə uzun bir zamandır, düz deyilmi? Yəni bir insanla bərabər olmaq. Amma orada da daima danışırdıq, güvənmirdim. Mən düşünürəm ki, yəqin sizin dalaşmalar sizin güvəninizin olmadığından irəli gəlirdi. Bəlkə qısqanırdınız çoxlu ya da güdməyə çalışırdınız. Yenə də deyirəm, o ilk təcrübədə nə baş verib bilmirəm. Amma sizdə münasibətin içində olmaq dəhşət çətin bir şey gəlir. Emosional olaraq buna tab gətirə bilmirsiniz. Öz səbəbləriniz var. Bilmirəm, sizinlə işləmədən biraz demək çətindir. Burada faktlar azdır. Amma insan görəndə ki, ona çətindir münasibətdə olmaq, başlayır münasibətləri dəyişdirməyə. Məsəl üçün, bəzən qızlar deyir ki, əşi, niyə ərə gedim, ətrafda baxda hamı boşanır. Okey, hamı boşanmır, düzdür? Ya da ətrafımda kiməsə baxıramsa, bütün qohum danışsın, ərləri aldadır. Ya da ətrafımda bir dənə insan belə yoxdur xoşbəxt olan. Görürsünüz, elə ki, bizim psixika seçir insanları və özünə təsdiqləyir ki, okey, lazım deyil. Məsəl üçün, sənə ərə getmək lazım deyil. Sənə münasibət lazım deyil. Onsuz da yaxşı bir şey olmayacaq. Yəni, anlamaq lazımdır ki, siz nə üçün buna özünüzü münasibət dəyərsizləşdirirsiniz. Məncə sizə ona görə ki, sizə birincisi çox tab gətirmək çətindir emosional olaraq. Çünki başqa insanla münasibətdə olmaq həqiqətən asan bir şey deyil. İnsan özünün daxili dünyasında nələr baş verir, qarşındakı insanın dünyasında nələr baş verir.
özünkünü tanıyıb həzm edə bilməyəndə qarşısınkına yəni gücün çatmır. Ona görə çoxlu emosional partlayışlar olur münasibətdə. İkinci faktor isə onsuz da nəsə problem çıxacaq, onsuz da bunun sonu yoxdur. Bir dənə deyim, baxın burada. Onsuz da nəsə bir problem çıxacaq. Bu da mənə göstərir ki, sizin bir növ münasibətlərə fərqində olmadan bəlkə idealistik bir yanaşmanız var. Əlbəttə ki, münasibətdə problem çıxacaq. Nə qədər istəyirsən problem çıxacaq. Dediyim kimi biz iki tamamilə fərqli dünyada böyümüş, tamamilə fərqli individuallar bir araya gəlirik və orada mümkünü yoxdur ki, hər şey yağ banla getsin. Onsuz da yəni bu ezoterik dünyada orada deyirlər ki, ruh eşini tapırsan falan filan, güya belə özünə ideal olan bir insanı tapırsan və orada sənin heç bir problemin olmur. Bu yalandır. Yalandır. Instagramda bunu paylaşanlar varsa da, okey, var insanların hansı ki, daha tez klik olursan, belə connection olur səndə, daha asan alınır, daha rahat alınır və insana elə gəlməyə başlayır ki, sanki eyni xəmbirdən yoğulmusan. İlk əvvəllər elə ola bilir. Və inanıram ki, məsəl üçün mənə bəzi tip oğlanlardan daha asan olar münasibət qurmaq, nəinki o birisi ilə. Çünki daxili dünyamızda harda olduğumuzdan asılı olaraq bu çox fərqlənir. Amma o mənim daha asan münasibət qurduğum insanla belə ideal olmur. İdeal və çox zaman yaxşı onda ola bilər. Haçan ki, hər iki insan real deyil, gerçək deyil. Belə sıxıb saxlayır özünü, bir təri belə uyğunlaşır və licbə dava çıxmasın, səs çıxmasın. Biri ya da məsəl üçün oğlan daima qızı yola verir, heç nə hiss etdiklərini, həqiqətən nə düşündüklərini demir. Çünki məsəl üçün qızın qaldıracağı skandallardan, panikadan, emosional partlayışlardan çəkinir, qorxur, tab gətirə bilmir. Yəni heç bir münasibət ideal olmayacaq və bu yaxşı bir şeydir. Çünki ideal olmayan münasibət o demək deyil ki, pis münasibətdir. Daha çox deməkdir ki, gerçək münasibətdir. Harda ki biz yaşımızdan asılı olaraq, daxili dünyamızı nə qədər tanıdığımızdan asılı olaraq çoxlu fərqli etaplardan keçəcəyik. Məsəl üçün mən bu yayı artıq 18 ildir evli olacağam və mən bu 18 ilə baxanda görürəm ki, biz nə qədər fərqli mərhələlərdən keçmişik. Yəni 25 yaşımızdakı Aygün və Ələkbər harda, yəni indi biz harda. Tamamilə, yəni o qədər dönüşmüşük bu 18 ildə. Sözün çox şükür ki, yaxşı mənasında və münasibətimizə də bu təsir edir. Yəni bu tərəfdən də bəlkə çalışın, baxın yanaşmanıza. Başqa da görürsüz öyrəşə bilmirdim, sevə bilmirdim. Üçüncü faktor da, bəlkə də bunların heç biri sizin haqda olmayacaq, dedim də biraz, amma düşünürəm ki, hər birindən bəlkə nəsə götürə bilərsiniz özünüzə. Biz 17 yaşımızda çox gənc oluruq. Emosiyalar, hormonlar qaynayır və bizim o yaşda yaşadığımız hisslər, məsəl üçün bu Masumiyyət Müzəsində götürək, Füsun orada cəmi 18 yaşı olur. Özəlliklə də ilk dəfə belə güclü duyğu yaşayırıqsa, kiməsə aşiq oluruqsa, hormonlar falan hər şey qaynayır. O insan bizim həyatımızdan gedəndən sonra fərqi yoxdur hansı səbəbə görə. Biz çox zaman başqa oğlanlara alışa bilmirik. Çünki beynimiz onları o oğlanla müqayisə edir. Yəni o oğlanla yox da, o oğlanla bərabər ikən yaşadığımız emosional hala müqayisə edir. Və burada bir həftədə mən onu yaşamadımsa, ona bənzər bir şey. Bu nitodur. Yəni biz orada qalıb münasibətin dərinləşməyinə özümüzə zaman verə bilmirik. Çünki emosional olaraq biz orada yaşadığımızı axtarırıq və müqayisə edirik ki, yox, ondakı kimi deyil, və onda sevirdim, onda başqa cürə hiss edirdim. Məncə bu çox önəmli bir faktordur və bu sizi durdura bilər başqa münasibətlərdə olmaqdan. Yəni həqiqətən qarşınıza yaxşı insanlar çıxa bilər, amma bu müqayisə harda ki siz gözləyirsiniz ki, məsəl üçün bu oğlanla da elə hiss edəcəksiniz, bu mane olur. Çünki bütün oğlanlar fərqlidir. Hərənin öz individualı var, şəxsiyyəti var, xəssiyyəti var. Və baya bir zaman lazımdır o insanı tanımağa. Amma o tanımaq prosesində əgər biz bir növ o kalkanı, o trafareti gətiririk, o birisi oğlankini buna yapışdırırıqsa və məsələn mən Fuadı yox, o birisi oğlanın adı məsəl üçün Zaur idisə, ya da keçmiş boyfriendim Zaur idisə, onun belə simasından baxmağa, onun şəxsiyyətinin, trafaretindən baxmağa çalışıramsa, mən Orxanı, Zauru görməyəcəm. İndiki boyfriendimi görməyəcəm. Onda olan hər bir şey məni əsəbləşdirəcək, çünki onunki kimi deyil.
Beləm və yəni əsas bu 3 faktor. Bir də əgər psixoloji dəstək almamısınızsa, hələ də gec deyil. Hələ də gec deyil. Çünki bəlkə də o, yəni bağlı bir sandıq kimi sizin içinizdə qalıb. Dediyim kimi, gərəksiz fobiyalar yaradıb, qorxular yaradır münasibətlə bağlı. Bəlkə bir müddət seansa getsəniz, bəlkə də bir neçə, yəni konkret o mövzu üzərində əgər işləmək istəyirsinizsə, ya da gəlin mənlə işləyək. Amma yəni məktubunuz barədə də deyəcəklərim bu qədər. Ümid edirəm heç olmasa birazcık kömək ola bildim. Biz isə gələn həftə yenidən görüşürük. Sağ olun.